maşınımız Kia Sorento. Müştərimizin müraciəti elektron əylət sistemi ilə bağlı idi. Sürətlər göstəricisində 4 vedənin işığı yanırdı, elektron son işığı yanırdı və biz elektron son hal-hazırda açmışıq. İnşallah Allahın izni ilə alıb yerdə söküb bərpa edəcəyik. İstənilən avtomobilin elektron son sökülüb yerdə bərpa edilib üzərində quraşdırılır. İnşallah nəticəni sizə bildirəcəyik. İzləyicilər, Kia Sorento avtomobilinin elektron əylət sistemi hal-hazırda sökülüb. Platadan, motordan və şesenədən ibarətdir. Hal-hazırda elektron əylət sistemini söküb, içərisində olan nasazlığı axtarıb tapıb sizə məlumat verəcək. Bu, belə zbor formada sökülür, yəni rusnoyun trosları daha doğrusu üstündə qalır. Kia Sorento avtomobilinin elektron əylət sisteminin mexanizmi, yəni motoru sökülüb. Sürətlər göstəricisində 4 vedənin işığı yanırdı, elektron əylət sistemi işığı yanırdı və əylət sistemi işləmirdi. Problem bu balaca motordadır. Motor yenisi ilə əvəz olunacaq və üzərinə quraşdırılacaq. Rusları bırakın. Rusları çekin. Bırakın. Kia Sorento elektron əylət sistemi yığıldı. Hal-hazırda maşın üstünə quraşdırılır və yoxlanılır. Tam ideal vəziyyətdədir. Müştəri vasitəsilə də birazdan yoxlanılacaq. Kia Sorento avtomobili elektron əylət sistemi tam olaraq ideal vəziyyətdə yığıldı, müştəriyə təhvil verilir. Kimlər belə işlər gördürmək istəyirsə, TikTok, Instagram vasitəsilə və ya biyoda qeyd edilmiş nömrə vasitəsilə əlaqə saxlaya bilərlər. Xidmət istəyir.